Kürdəmirdə evdə güclü yanğın olub. Hadisə Çölqubalı kəndində Elnur Məmmədova məxsus ümumi sahəsi 250 kvadrat metr olan 2 mərtəbəli evdə baş verib. Yanğın zamanı evin ikinci mərtəbəsinin 185 kvadrat metri külə dönüb. Ev sahibinin sözlərinə görə partlayış qaz sızması səbəbindən baş verib. Yanğın nəticəsində ev sahibinə 60 min manata yaxın maddi ziyan dəyib. Çox yüksək partlayış oldu. Biz həyətdə, özümüzdə həyətdəydik. Yəni, yarım saatın içində göz qabağında da yandı, hər bir şeyimiz məhv oldu, getdi. 3 ailə yaşayır o bir evin içində. Göz qabağında da qırmız, qızılımız, mebelimiz, bütün nəyimiz varsa da, 2 gəlinin cehizi, qızılı, nə varsa da, qabı, qaşıq da, hər bir şey yandı, getdi. Sənət, sünət, heç bir şey. Bir dənə çöp belə çıxarda bilmədi.